Salam. Belə maraqlı bir sualın izahına baxırıq. Elman Mehdiyevin test kitabındandır. 60-cı sual. C məntəqəsi 30 dərəcə şimal enliyində yerləşir. B məntəqəsi isə 50 dərəcə cənub enliyində yerləşir. Yer öz oxu ətrafında fırlanması nəticəsində həmin məntəqələrin 1 saniyə ərzində qət etdiyi məsafələr fərqini tapın metrlə. Biz bilirik ki, 30 dərəcə paralelin 1 dərəcəsi 96,5 kilometrdir. 50 dərəcə paralelin 1 dərəcəsi isə 71,7 kilometrdir. Bunlar arasındakı fərqi tapırıq. Kilometr. Daha sonra bunu metrə çeviririk. Vururuq 1000-ə və tapırıq 24.800 24.800 metr. Daha sonra biz bilirik ki, 1 saatda yer öz oxu ətrafında 15 dərəcə dönür və 1 saata 60 dəqiqəyə çeviririk. 15 dərəcə. Onda 1 dərəcəni neçə dəqiqəyə dönür? Bunu tapırıq. X ilə bərabərdir 4 dəqiqəyə dönür. Və buradan 4 dəqiqəni saniyəyə çeviririk. Çünki bizə 1 saniyə lazımdır. Vururuq 60-a bərabərdir 240 saniyə. Dəqiqəni saniyəyə çevirdik. Və 24.800-ü bölürük 240 saniyə. Və buradan tapırıq ki, ixtisar getdi. 103,3 cavabını alırıq. Cavabımız olur A variantı.